Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, Allah Subhanahu taala bir ayəsi barəsində danışmaq istəyirik. Hansı ki, hal-hazırda da günümüzdə də bir çox toplumda, yəni insanlar aldanış içindədir. Nə barədə aldanış içindədir? Bəzi insanlar elə bilirlər ki, yəni Allah Subhanahu taala onlara dünyada ikən yaxşı həyat verib, yaxşı güzəran verib, problemləri olmur və s. Bu onların xeyrinədir. Xüsusən də kafir toplumundan. Çünki Allah Subhanahu taala burada kafir toplumundan danışır. Bu heç onların xeyrinə deyil. Əksinə Allah Subhanahu taala möhlət verir onlara. Onlar nəyinlə daha da küfürlərini və günahlarını artırırlar. Allah Subhanahu taala Əli İmran surəsində buyurur ki, Əli İmran surəsi 178-ci ayədə. Buyurur ki: "Və la yahsabannallazina kafaru ennema numli lahum khayran li anfusihim. İnnemâ numli lehum liyezdâdu ismâ ve lehum azâbun muhîn. Ve lâ yehsebennellezîne keferû." Yani burada söhbət hansı toplumdan gedir? Küfr əhli olan toplumdan, yəni kafir toplumundan. Yəni onlar düşünməsinlər, zənn eləməsinlər. O cümana qapılmasınlar ki, ennemâ numli lehum khayrun li anfusihim. Onlara verdiyimiz möhlət dünya həyatında, onları dərhal həlak eləməməyimiz onların xeyrinədir. Elə düşünməsinlər. İnnemâ numli lehum liyezdâdu ismâ. Biz yalnız onlara ona göre müddət veririk ki, onlar neyinlər ondan? Günahlarını artırsınlar. Ve lehum azâbun elîm. Yani azâbun muhîn. Ve onları alçaltıcı azab gözləyir. İmam Sa'd rahimehullah buyurur ki, Ey ve la yadunnullezîne keferu bi rabbihim ve nâbezû dînehu ve hârabu rasûlehu en terakana iyyahum fi hâzihi dunya ve ademi istisalena lehum ve imlâena lehum hayrun li anfusihim mehabbeten minna lehum. İmam Sa'd rahimehullah tefsirde buyurur ki, yani o kimseler ki kafirdirlər və Rəblərini inkar edirlər, Allah Subhanahu dininə qarşı gəlirlər və Rəsuluna inkar edirlər. Elə düşünməsinlər ki, biz onları bu dünyada əgər həlak eləmiriksə və əzabla yaxalamırıqsa, onlara möhlət veririksə, bu onları xeyrinədir. Və bu onların bizim onlara olan məhəbbətimizdəndir. Çünki bəzi insanlar elə başa düşürlər ki, Allah Subhanahu taala kafirlərə möhlət və dünyada yeyirlər, içirlər, Allah onları sevir deyə verir. Xeyr. Allah Subhanahu taala düşünməsinlər ki, bu onların xeyrinədir və biz onları sevdiyimizdən bunu edirik. Əksinə nə ötürü edirik? Onlar günahlarını daha da artırsınlar deyə. Kəllə. Yəni deyir ki, əsla. Leysə əmr kəmə zə'mu. Məsələ onların düşündüyü kimi deyil. İnnemə zəlikə li şərr yuridullah bihim. Yəni bu olanın Allah'ın onlar üçün istədiyi şərdir. Allah üçün xeyir istəmir onlar üçün. Şər də onlar üçün. Çünki həyat uzun və rahatçılıq və Allah'tan uzaq düşmək. Bu onlar üçün şərdir. Ona görə mücərrəd olaraq bir insana xeyirli ömür arzulamaq ki, çox yaşasın. Bəzən onun üçün bəddə ola bilər. Ona görə demək lazımdır ki, Allah sənə xeyirli ömür versin. Bizə deyirlər, əsas uzun ömür can sağlığı. Xeyr, əsas uzun ömür can sağlığı deyil. Əsas faydalı ömürdür, xeyirli ömürdür. Ki, onu Allah'a itaat eləməkdir, geçirməkdir. Yoxsa uzun yaşa və Allah Subhanahu taala qarşı gəl, daha da çox əzabın üstə əzab gələcək. Ona görə xoşbəxt kimsə o kimsədir, ömrü uzun olub, itaati çox olandır. Bədbəxt kimsə o kimsədir, ömrü uzundur, amma Allah Subhanahu taala uzaq düşür. Sonra rahmetullah buyurur ki, yəni Allah'ın onlara möhlət verməyi nədən ötürüdür? Onlar üçün əslində şərdir. Xeyir deyil onlara, onların xeyrinə deyil. Və ziyadətul azab və uqubət ilə azabihim. Azablarının üstünə əzabların artmasıdır. Əzab üstünə əzab gəlir. Və lihədə qal, ona görə də Uca Allah buyurur ki, innəmə numli ləhum liyezdədu ithmə. Biz ona görə onlara möhlət veririk ki, onlar daha da günahlarını artırsınlar deyə. Və ləhum azabun muhin. Və onlara alçaldıcı bir əzab var. Vallahu Teala yumlil zalim. Allah zalıma möhlət verir. Hətta yezdədu tuğyanə. Hətta öz zalımı, zülmünü daha da artırsın deyə. Daha da nankörlüğü çoğalsın da. Hətta izə əxdə əzizin muqtədir. Onu yaxalayanda isə qüdrətli və qadir Allah'ın, əziz qüdrətli Allah'ın yaxaladığı kimi yaxalayacaq.
Allah Subhanahu başqa ayədə buyurur ki: "Və umli lehum." Onlara biraz möhlət ver. İnne keydi metin. Həqiqətən mənim yaxalamağım çox şiddətli olacaqdır. Elə güman eləməsinlər ki, onlara verilən bu möhlət onların xeyrinədir. Zalıma verilən möhlət onun xeyrinədir. Xeyr, daha da zülmünü artırır. Böyləcə də daha da şiddətli əzaba düçar olur. Ona görə müsəlmana yaraşan olur ki, bu kimi ayələrdən ibrət alsın ki, əgər Allah Subhanahu ona möhlət veribsə, bu günah eləyə, heç də onun xeyrinə deyil. Və tövbə üçün öz Rəbbinə qayıtsın. Çünki xoşbəxtçinin əlaməti üçdür. Bizi ki, Məhlə buyurur. Allahın verdiyi nimətlərə şükür eləmək, müsibət anında səbr eləmək və günahdan sonra dərhal tövbə eləmək. Yəni, müsəlman düşən odur ki, günahdan sonra dərhal tövbə eləsin və gecikdirməsin. Günaha düşmək labüddür. İnsan xatakardır, o günaha düşəndir. Əsas günahın üzərində israr eləməməkdir. Allah Subhanahu istəyir ki, bizi də tövbəkar qullarına eləsin. Günahdan sonra dərhal tövbə eləyən qullarına eləsin. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn. Subhanəkallah və bihamdik, əşhədu en la ilahe illallah və etûbü ileyk.